Bismillahirrahmanirrahim. Tarixdə elə anlar var ki, bir həqiqətin üstünlüyü təkcə sözdə deyil, dua ilə isbat olunub. Bu anlardan biri də mübahilə hadisəsidir. Haqqın batilə qarşı açıq çağırışı. Mübahilə, qarşı tərəflə dua vasitəsilə Allahın lənətini yalvararaq həqiqətin kimdə olduğunu müəyyən etmək mənasına gəlir. Bu mühüm hadisə Hicrətin 9-cu ili Zilhiccə ayının 24-cü tarixində baş vermişdir. Nəcran xristianların nümayəndələri Mədinəyə gələrək İslam Peyğəmbəri salavatullah ilə Hz. İsa'nın tanrılıq mövqeyi barədə mübahisəyə başladılar. Onlar israrla İsa'nın Allahın oğlu olduğunu iddia edirdilər. Peyğəmbər salavatullah onlarla mübahisənin sonunda Allahın əmri ilə onlara belə bir təklif etdi. Bu təklif Quran-ı Kərimin Ali İmran surəsi 61-ci ayəsində belə bildirilir. Sənə elm gəldikdən sonra onun barəsində səninlə mübahisə edən keçəcək. Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü çağıraq. Sonra bir-birimizə nifrin edək. Beləliklə Allahın lənətini yalançılara yağdıraq. Bu əmr gəldikdə Peyğəmbərimiz salavatullah öz oğulları olaraq İmam Həsən əleyhissalam və İmam Hüseyn əleyhissalam, qadın olaraq Həzrət Fatimə salamullahi əleyha və özünü təmsil edən şəxs olaraq isə İmam Əli əleyhissalamın yanına aldı. Bu dörd şəxs onunla birlikdə mübahilə üçün meydana gəldilər. Nəcran nümayəndələri bu mənzərəni gördükdə qorxaraq mübahilədən imtina etdilər. Onlar başa düşdülər ki, əgər bu insanlar dua etsələr, onların batıl iddiaları yerlə yeksan olar. Mübahilə günü Allahın dinində həqiqətin Əhl-i Beyt vasitəsilə isbat olunduğu gündür. Bugün bizə həm duanın gücünü, həm də Əhl-i Beytin Allah qatındakı ucalığını göstərir.